Salam uşaqlar, səhifə 78-i izah edirəm, diqqətlə qulaq asın. Təzə mövzudur, ölçü vahidlərin çevrilməsi. İndi sahələrlə çevrilməsi. Sahələrlə çevirəndə kvadrat odur ki, yəni 10-un kvadratı necədir? 100-dür. 1000-in kvadratı necədir? 100-ün kvadratı 10.000-dir. Yəni 100-ü 100-ə vururuq. O da nə verdi? 10.000. Məsəl üçün, 1000-in kvadratı nədir? 1 milyon. Yəni, 1000-i 1000-ə vuracaq. Bu da eyni şəkildə. Məsəl üçün, 0,1-in kvadratı nədir? 0,100-də 1. Bu şəkildə 0,100-də 1-in kvadratı nə edir? 0,10.000-də 1. Oldu mu uşaqlar? İndi gəlin ölçü vahidlərinin çevrilməsinə baxaq. Bir santimetrimiz neçə millidir? 10 milli. Və kvadratla desə bunu nə olur? 100 milli. Ay, milli yazma. 100 milli kvadrat metr. Millimetr. İndi keçirik. 1 metrimiz neçə santimetrdir? 100 santimetrdir. Əgər kvadratla soruşsa nə olur? 10.000 santimetr kvadrat. Kvadrat santimetr. Gəlin tapşırıqlara keçək. Çox uzun olmasın video. 8 santimetrin kvadratı. Nə verir uşaqlar? Bəyəxlarım dedim. 1 santimetrimiz neçə millidir? 10 millidir. Kvadrat olanda nəyə vuracaq? 100-ə. Baxın. Kvadrat olacaq nə? 800 millimetr kvadrat. Kvadrat millimetr. 6 metrin kvadratı. 1 metrimiz neçə santimetrdir yazmışam. 100 santim. Ancaq kvadratla desək nə olur? 10.000. 6-nı vuracaq 10.000-ə. 6-ın yanına neçə dənə 0 gəlir? 4 dənə. Santimetrin kvadratı. Kvadrat santimetr. Üçüncüyə baxırıq. 1 desimetrimiz neçə santimetrdir? 1 desimetr. 10 santimetr. Əgər kvadrat olsa bilin ki 100-ə vuracaq. Yəni 3,2-ni vuracaq 100-ə. Onunla nə olur? 10-da 32-dir. Vurursun 100. 100-lər gedir. Nə alındı? 320 santimetr kvadratı. Keçirəm dördüncüsünə. Dördüncüdə nə deyir? Deyir ki, kilometrin kvadratı metrin kvadratına çevirin. 1 kilometrimiz neçə metrdir? 1000 metrdir. Ancaq kvadratı çevirəndə nə olur? 1000-in kvadratı nə dedim yaxlarım? 1 milyon. Yəni, buna baxırıq. Buna nə deyirik? 1000-də 4 deyilmi? Bəli. Vergiden sonra 3 dənələrdir. Ona görə 1000-də 4 deyirik. Vururam 1 milyona. 3 0 aparır. Nə alınır? 4000 kvadrat metr. Keçirəm 5-cisinə. 350 1 santimetrimiz neçə metrdir? Yaxlam dedim, 1 metrimiz 100 santimetr deyil. Əgər 1 santimetr neçə metrdir? 0,100-də 1. Ancaq onun kvadratını çevirəndə nə eləyir? Baxın, 0,100-də 1-in. Yaxlarım dedim, kvadratı neçə eləyir? 0, 0, 0, 1. 4 dənədə də olur. 2 dənədənin kvadratı nə verir? 4 dənə. Yəni, vuracaq 350-ni 10.000-də 1-ə.
Sıfırlar gedir. Ne alınır? 0, 0, 35. Vergüdən sonra 3 ədəd olmalıdır. 35'in də qarşısına 0 atırıq ona görə. Keçirəm 6-cısına. Qaytarım gəl. Buradan silirəm uşaqlar. Altıncısına baxırıq. Ne deyir? Bir desimetrimiz neçə millidir? 10 santimdirsə 10 santimin içində də neçə milli var? 10 dənə. Onda bir desimetrimiz neçə millimetrdir? 100 millimetrdir. Bunun da kvadratını verir 10.000. 10.000 verir. İndi bir uşaqlar. Desimetre millimetre çevirəndə ücre ne olur? 10.000'də 1 olur. Yani 1200'ü vuracağım 10.000'də 1'e. 2 sıfırlar gedir. 12'ni də 100'e böləndə ne etdi? Sıfırdan %12. Keçirəm 7-cisinə. 650'dir. İndi 1 metrimiz neçə kilometr? 1 kilometr 1000 metrdir. Ben 1 metrimiz neçə kilometrdir? 1000 metr. Ancaq 1000'in də kvadratı ne olur? Milyonda 1. Demə nəyə böləcəm? Milyonda 1. Milyona böləcəm. Sıfırlar gedir. Ne alınır? Neçə dənə ədəd var? 1, 2, 3, 4, 5. 5 dənə. 65'i yazacağım. 1, 3, bir de 2. 5 dənə oldu mu? Bəli. 8-ciyə baxıram. Bir metrimiz neçə desimetrdir? Baxın. Bir yaxlandayım. 10 desimetr. 1 metrimiz 10 desimetr yazmamışam. 1 metrimiz 10 desimetrdir. İndi 1 desimetrimiz neçə olur? 10'da 1. Ancaq kvadratı deyəndə 100'də 1. Demək 63'ü 63'ü böləcəm nəyə? 100'ə. O da nə oldu? 63 kvadrat metr. Siz ölçü vaatlərini yazın. Aha, 1 metrimiz neçə santimetrdir? 100 santı. Ancaq kvadratı deyəndə 100'ü 100'ə vuranda nə eləyir? 10.000. 3,6'nı 10.000'ə vuracaq. Buna 10'da 36 deyirik uşaqlar. Vururuq 10.000'ə. Sıfırlar gelir. Ne alınır? 36.000. 10'uncuya keçirəm. Onuncuya keçirəm. Deyir ki, bir desimetrimiz neçə millimetrdir? 100 milli. Bir desimetrimiz 100 milli.
100'ün kvadratı olacaq və kvadratla deyəndə nə olur? 10.000 onda 78. Bildiniz nə üçün mən bunu belə götürdüm? Çünki 7,8 nə deməkdir? Onda 78. Vuracağım 10.000'ə. Sıfırlar gedir. Nə alanda? 78.000. Keçirəm 11'ə. 1 santimetrimiz neçə millidir? 10 milli. Ancaq onun da kvadrat nə olur? 100. Demək 5'də 2'ni vuracağım 100'də. Onu 20 eləyir. 20'də 2'ye vuranda 40. 12'ye keçirəm. 1 kilometrimiz neçə metrdir? 1000 metrdir. Ancaq kvadratı nə olur? Milyon. 40'da 3 vurulsun. Milyon. 0'dan 0 gedir. 100'də 4'ə bölürəm 25. Yanına da 3 0 gətirəm. 25'i 3'ə vururam 75. Yanına da 3 0 gətirirəm. Keçirəm 13'ə. 13'ə baxıram. 1 metrimiz neçə kilometrdir ona baxmalıyam. 1 kilometrimiz neçə metrdir? 1000 metrdir. Ancaq 1 metrimiz neçə? 1000'də 1. Kvadratı nə olur? Milyonda 1. 7800'ü böləcəm nəyə? Milyona. 2 0 2 0 aparır. Birdən sonra neçə ədəd olmalıdır? 4 dənə. 0 0 78. Nə oldu? Kilometr, kvadrat kilometr. İndi keçirəm 14'ə. 1 metrimiz neçə santimetr? 100. Onun kvadratı nə olur? 10.000. 0'dan 1000'də 7'ni vuracağım. 1 metr neçə santimetrdir? 100. 100'ün də kvadrat nə edir? 10.000. Minlər gedir. Nə alanda? 70. 15'ə baxıram. 15'də nə deyir? 4'də 1 desimetrimiz neçə millidir? 100 milli. 100 millinin də kvadrat nə edir? 10.000. 4'də 1'i vuracağım 10.000'ə. 104'ə bölünür 25. Yanına da 2 0 atacağım. 2500. Keçirəm 16'ya. Baxın burada yazım. Axırıncıda 16. Nə edirik? 1 metrimiz neçə millimetrdir? 1 metrimiz 100 santidir. 100'ün də neçə millidir? 1 metrimiz neçə millidir? 1000'dir. Kvadratı nə eləyir? 1 milyon. Yəni 20'də 7 vurulsun 1 milyona. 100'ü 20'ye böləndə 5. Yanına da neçə 0 gəlir? 4 dənə. 7'ni 5'ə vururam 35. Yanına da 4 dənə 0 gəlir. Keçirəm ikinci tapşırığa. İkinci tapşırıq. Deyir ki, eyni ölçü vadinə gətirməliyik, sonra müqayisə eləməliyik. Hansını gətirək? 1 desimetr neçə santimetrdir? 100 santim. Kvadratdan yüksəksək 100 olur. Nə olur? Bu da 600. Burada 600. Bildiniz uşaqlar, 1 desimetr 10 santimetr deyildi. Kvadrat nə oldu? 100. Ona görə 600. 600 600'ə bərabərdir. İkincisinə baxıram. 1 metrimiz, buna baxın, heç özü ehtiyac yoxdur. Baxın, bunun da ölçü vahidi eynidir, bunun da ölçü vahidi eynidir. Hansı böyük olur? 7000. Keçirək buna. 1 desimetr neçə millimetr idi? 100 milli.
Kvadratı ne verir? 100'ün kvadratı ne dedik? 10.000. 18'in yanına 10.000'də neçə sıfır var? 4 dənə. Gətirdim yanına. Burada bunun özünü saxlayıram. Çünki desimetri mən millimetrə çevirdim axı. 4 dənə sıfırdır. Bu da 4 dənədir. Baxın bu da 4'dür. 20.000 alındı. Bunun yanına 18'in yanına 4 tane 0 gəlir. 180.000. Hansı bölgü? 180.000. İndi keçirəm 3-cüsünə. Bu 3-cüsüydü uşaqlar. Aha, bu 3-cüsüydü. İndi 4-cüsünə. Baxıraq. İkincisini üzərində eləmişdim. Bir desimetrimiz neçə santimetrdir? 10 santim. Kvadrat nə olur? 100. 5'də 4 vurulsun 100. 100'ü 5'e böləndə 20. O da ne verdi? 80. Burada 80'dir. Bu da 80'dir. Ne verdi? Beraber. Keçirəm. 1 santimetrin neçə millidir? 10 milli. Kvadrat ne olur? 100. Yani 25'də 3'ü vuracaq 100'ə. Neydi? 4 olur. O da 12. 12 burada, 10 da burada. Hansı böyük olur? Baxın, bu 12 elədi. Hansı böyük oldu? 10 oldu. Kiçik oldu. 6'ya baxıram. 5-cini yazıram. Aha, 5-ci. Yazdım. Üzərində yazdım. Uşaqlar. Bu 5-ci. Bu 6-cı yazıram. 6-cıya baxıram. 1 metrimiz neçə santimetrdir? 100 santim. Kvadratı nə verir? 10.000. Yani 40'da 13'ü vuracağım 10.000'e. Sıfırlar gedir. 100'ü 4'e böləndə 25. Yanına da 0 gətirəcəm. Ee, 25 yanına 250. 13'ü vuraq 250'ye. $3250. Demək, bura nə etdi? 3250. Demək, bu da 3250. Özü kitab yazıb. Düzdür. Keçirəm 7-cisinə. Deyir ki 1 kilometrimiz neçə metrdir? 1000 metrdir. Kvadratı nə verir? 1 milyon. Yani 1 kilometre 1000 metrdir. Kvadratı 1 milyon. Demək 0'dan 100'də 7'ni vuracağım 1 milyona. 3'dən. Ha, ikisi gedir. Ne kaldı? 4 tane. Yani 70.000. Bu da 68.000. Hansı böyük olur? 70.000. Bir desimetri neçə millidir? 100 milli. Bir desimetrimiz 100 millidir. Kvadratı deyəndə nə olur? 10.000. Yəni 1,3'ü vuracağım 10.000'e. 10.000'e. Neydir? 10'da 13'dür. Vururam 10.000'e. Bundan bu gedir 13.000. Bura neydi? 13.000. Bu da 1300. Hansı böyük olur? 13.000. 9'uncu. Yine baxıram. Bir də rəqəmlər uşaqlar. Göz monitor işığı yorur adamın gözünü. Bir desimetrimiz 100 millidir. 100 milli 10.000'dir. 10.000'e vurdum. Düzdür də 10.000. O da 13.000. Oldu. İndi keçirəm 9'uncuya. 1 metrimiz neçə desimetrdir? 10 desimetrdir. 1 metrimiz 10 desimetrdir.
Kvadratı nə olur? 100. 2,5-i 100-ə vuracam. Nə alındı? 250. 250 bu, 300 də bu. Hansı böyük olur? 300. Bu qədər uşaqlar.